meselelerden olan bugünkü bab yeni bir babdır inşallah. 4. cüzdeyiz ve 30. babdayıq. İmam Acurri'nin Kitab-ı Şeriyesinde. Bugünkü mövzu, geçen haftanın 2 tane mövzumuz mürciyelerin vasıflarını açıkladık. Mürciyeler kimdir? Muasir mürciyeler, geçmiş mürciyeler, mütekellim olan mürciyeler, fukaha olan mürciyeler. Yani bunlar açıklandı elhamdülillah. Ve en sonunda Resulullah sallallahu aleyhi ve sellem'den gelen hadis söyledi ki Resulullah sallallahu aleyhi ve sellem dedi ki, bunu İmam Acurri ve İbn Battah öz kitaplarında dedi ki, 2 sınıf var ki ümmetimden, onların İslam'dan nesibi yoktur. Onlardan bir tanesi mürciyelerdir. İkincileri ise el-kaderiyelerdir. Ve yine İbn Abbas'tan da aynı şekilde Allah Resulü'ne yani isnad eder. Birinci Ebu Hureyre rivayet etmiştir. İkinci ise İbn Abbas'tan ki 2 sınıf insan var ki nedir onların İslam'dan bir nasibi yoktur. Onlar mürciyeler ve kaderiyelerdir. Bunu İbn Battah da Fi İbanetul Kubra'da da nedir? Aynen bu şekilde zikir edilmiştir. Ve yine diğerini az önce söylediğimi de İbn Battah İbanetul Kubra'da da bunu o şekilde rivayet etmiş. 2 sınıfın İslam'dan nasibi yoktur demiştir. Ve mana olarak yani hadis yani sahih olduğuna rivayetlerde de yani birbirini destekleyerek Hasan derecesine hadis çıkmıştır inşallah. Ve geçen hafta mürciyelerden söyledik. Ümmetin en şerli. Dedik ki alimler ümmetin en şerli tayfası. Adını ne koydular alimler? Ümmetin en şerli, en pis tayfasıdır ki onlar insanları emelden soyudan, insanları arxeinleştiren ki onlar arxein bir şekilde emel eləməsələr də bu dünyada yaşasınlar. Biz de ki bugünkü mürciyeler Cehmi adında da onlar da aynı şekildedir. Onlar da nedir? İslam'ı yaşamayan, ibadet eləməyən, namazı, niyazı, orucu olmayan insanların İslam'ı zahiren kabul etmesiyle onların Müslüman olup ve sonunda ise Allah'ın rahmetiyle cennete gideceğini söylüyorlar. Mesela bu düşünceye İslam alimleri nedir? En şerli tayfa demiştir ve ümumeten de nedir? Bunları Cehm bin Safvan'ın yani arkadaşları, dostları aynı mezhebe göndermiş ve mütekellim mürciyelerden hesap ederek yani nedir? Tekfir edenler de olmuştur. Ve muasir mürciyeler Cehm bin Safvan'ın etikadında olarak ki eski fukaha mürciye tekfir olunmasa da muasir mütekellim olan mürciyeler Cehm bin Safvan'ın dostları ki onlar hatta küfür ve şirk etseler dahi insanları neylemezler? Tekfir nedir? Etmezler. Yani insanlar küfür etseler de, şirk etseler de, Allah'a ve Resulüne yeri gelse söyleseler bile insanlarda mütlak olarak cehaleti neylemişler? Üzür görmüşler. Ki cehalet mütlak olarak üzürdür. Yani ne zaman üzür deyir onlar için cehalet? Bir insan deyip ben bilirəm, düz eləyirəm veya bildiğim halda söyləyirəm, bilirəm ki olmaz eləyirəm. Yani küfür ne zaman nispet onlar? Küfrü bildiği halda ki bu küfürdür eləyirəm, şirktir, bilirəm eləyirəm. Ben bunun şirk olduğunu bilmirdim, ben bunun küfür olduğunu bilmirdim, ben bunun haram olduğunu bilmirdim. Ona göre sen üzüldürsen ve ona söylenler. Eğer bu da İslam devletindedirse de, İslam hilafetinde yaşayırsa da ona biz nedir? Hüccet çatdırabiliriz. Çatdırdıktan sonra İslam hükümleri uygulanır. Yok İslam devletinde değilse ona hüccet bile çatdırsan o adamı küfürle, şirkle nedir? Hiçbir zaman itham edebilmesin. Bunu bugünkü yani muazzam mürciyelerin çoksu ve gidip Medine'de təhsil alanların bir çoxsunun görüşü budur ve hatta Ebu Zeyd de bu meselede İbn Teymiyye'ye nispet ederek tabii ki doğru değildir. Ki yani namazı kökünden terk eden hiç emelinde olmasa bile onu şirkte küfürde itham edebilmeli hatta gazinin huzuruna çıkıncaya kadar. Gazinin huzuruna çıkınca küfür hükmü verir yani mürtet hükmü uygulanmaz ama şirk hükmü adama uygulanır, adama müşrik de denir, kafir de denir. Niye? İslam'ı terk ettiği için. İslam'ın hükümleri elbette şu dar İslam'da uygulanmalıdır. Biz de etiqaddayıq. Allah'a söylese bile, Peygamber'e söylese bile, İslam'dan çıkardan navaqid-i İslam'ı işlese bile, navaqid-i İslam'ı işlese bile, yani biz bir insanın küfürüne hüküm etsek bile,
ona küfrün muamelesi nədir? Tətbiq olunmur. Malı, canı, qalı, halal edilmir, arvadından ayrılma gücümüz çatmaz, mirasdan məhrum etmə imkanlarımız və s. Bunların heç birisi nədir? Bizim gücümüzdə olan şeylər deyil. Və yaxud kafir deyib boynunu vurmaq, mürtəd olaraq bu kesinlikle caiz değildir. Yani İslam ümmeti bu məsələdə nədir? İttifaq halındadır ki, Darül Küfürdə, yəni Darül Küfür dediğimiz nədir? İslam hökmlərinin uygulanmadığı yer. Yəni Darül Küfürün bunu belə qəbul etməlidir. İslam hökmləri, xalqı müsəlman ola bilər, toplum müsəlman ola bilər. Yəni Darül Küfür İslam hökmlərinin, əhkamlarının keçmədiyi, yəni qanun olaraq uygulanmadığı, insanlar üzərində icra edilmədiyi məmləkət deməkdir. Yəni yoxsa xalqın başından sonuna qədər işte yaşayan insanlar kafirdir, mürtəddir, zındaqdır, zındıqdır anlamına gəlmir. Darül Küfür yəni İslam hökmlərinin tətbiq olunmadığı bir məmləkət. Biz də bu günləri, yəni bunu belə deyim ki, yəni uygulama imkanlarımız olmadığına və yaxud da ki, bunu uygulamaq üçün də 5-10 nəfəri bir araya gətirib İslam hökmlərini uygulayalım deməyə də nədir? Bizim yetkimiz çatmır yəni. Biz sadəcə nədir? İnsanlara etmiş olduğu əməlləri, yəni yalancı yalancı, fasiqə fasik, zalimə zalim, zinakara zinakar, oğruya oğru, bu qədər, narkomana narkoman. Amma bunların hökmlərinin insanlar üzərində icrası bizim yetkimizə daxil değildir. Bunun üçün Müslümanlar yani bu hükümlerini uygulamak için de nedir? Bir araya gələ bilməzlər. Mümkün değil. Yani ki, gel biz bugündən sonra ne eləyək? Aramızda belə bir ittifaqa gələk ki, oğurluq eləyən əlini kəsək. Zini eləyəni daşqalaq eləyək. Və 100 dənə ona şallaq vuraq. Adam öldürəni, kimi öldürürsə qisas uygulayaraq gedək biz də onu öldürək. Və yaxud da ki, Allah və Rasuluna söydü, mürtəd oldu, gedək biz onu öldürək. Və yaxud da ki, namazı tərk elədi, mürtədlə gedək onu biz öldürək. Yox, şəriət bu halda bizə nədir? Bu durumda, bu vəziyyətdə, bu məsələlərdə imkan vermir. Və bu hökmlərin biz nədir? Uygulanmasını sadəcə İslam dövləti tərəfindən, İslam qazisi tərəfindən, İslam hakimi tərəfindən nədir? Uygulanır. Bu, İslam alimləri arasında ittifaqla qəbul edilən bir məsələdir. Amma bizə təbii ki, nisbət edilən nədir? Ki, yəni onlar xavaricdir, insanları təkfir edilir. Yəni biz insanları təkfir edərək insanların belə deyim ki, üzərində hökm uygulamırıq. Sadəcə nədir? İnsanlar iftira atıb və müsəlmanlara nədir? Belə deyim ki, yanlış bizim haqqımızda bilgi verirlər və bu da təbii ki, onların nədir? Həm məsəl kimi iftira atan bir tayfadır. Allah islah etsin deyəlim. Və bugünkü o hədisdə gələn ikinci tayfa ki, yenə o şərlilərdən də və əhl-i sünnətin çox çəkindiyi, onlarla oturmağı, durmağı, salam verməyi, salam almağı, kəsdiklərinin yeməsi, evlənilməsi, bir məclisdə oturulması və s. nədir? Qadağan edilmişdir. Ki, onlar qədəriyələrdir. Qədəriyələr qədər konusunda 3 sinifə ayrılmışlardır. Qədəriyələrdən birincisi qədəri tamamen ümumiyyətlə nəf edənlər, ikincisi qədəri tamamen isbat edənlər. Yəni nə deməkdir? Qulun heç bir şəkildə yəni qədəri yoxdur. Hər şey qulun öz iradəsi altındadır. Yaxşılıqda, pislikdə, şərdə, xeyirdə heç bir şey yazılmayıb, heç bir şey elmi məhfuz deyildir. Və qul öz həyatından özü məsuldur. Hidayətə girməyə də özü məsuldur. Dallətə girməyə də özü məsuldur. Və bütün həyatında nə olaylar olmuşsa, heç birisi Allaha nisbət olunmaz. Nə xeyri, nə şərri. Tamamilə kimə məxsusdur? İnsanın özünə məxsusdur. İkinci bir qrup isə nədir? Tamamilə Allaha nisbət eləmişlərdir. Demişlərdir ki, qulun heç bir təsiri yoxdur feillərdə, əməllərdə qulun təsiri yoxdur. Yəni qul küfür edirsə Allah onu məcbur edir, şirk edirsə Allah onu məcbur edir, haram edirsə Allah onu məcbur edir. Yəni qulun ixtiyarı yoxdur, seçmə yetkisi yoxdur demişlərdir. İnşallah biz indi bunları yavaş-yavaş yəni açıqlayalım. Və qədəriyyə yəni tayfasını İslam alimlərinin belə deyim ki, ilk öncə məsələyə yanaşsaq, İmam Macurri'nin Qala Muhammed bin Hüseynin deyir ki, Allaha hasbiyallah, Allah bizə yetər və kəfə, o nə gözəl bizə həqiqətən də yetən olan Allahdır. Və onun nimətləri boldur və Allah subhanahu teala hamd olsun və hamd və sənələr Allaha məxsusdur deyərək
Vel izzət də Allaha məxsusdur. Vel əzəmət də Allaha məxsusdur. Və təkəbbürlənmək də Allaha məxsusdur. Və ona hamd edərik bizə bol-bol vermiş olduğu nemətlərə görə. Əhməduhu, biz ona şükür edirik. Niyə? Ətəvatür, onun vermiş olduğu bol-bol nemətlərin qarşılığında. Və Allahın ihsəni daimidir və keçmişə dayanaraq əzəli ihsəni vardır. Allah bizə daimən ihsanda eləmiş, Allah bizə ihsan vermişdir. Və aynı şəkildə hamd edərik ki, Allah insanlar arasında bölgü yaradan Allah'tır, bölgü veren Allah'tır. İnsanlara xeyri, şerri, varlı, zengin, kasıb ve aynı şekilde izzətli olan ve makam sahibi olan ne varsa hamısının sahibi Allahu Subhanahu ve Teala'dır. Ve bu sebepten de yani ona hamd eder. Ve o bizim hakikaten de Mevlamızdır. Biz onu sevip ona daimi şekilde hamd edirik. Ve aynı cevdet ve hamdın tamamıyla felhamdu ala kulli halin. Yani biz her halımızdan Allahu Subhanahu ve Teala'ya ne edirik? Hamd edirik. Hakikaten de bu bir Müslümanın bu günleri en çok hayatında söylemesi gereken şeydir. Elhamdülillahi ala kulli halin. Her bir halımıza göre Allah'a hamdolsun. Vermiş olduğu nimetlere göre, başımıza gelen hayre göre, şerre göre hamdolsun Allah'a. Niye? Çünkü Allah sonucu bilendir. Allah Subhanahu Teala hikmet sahibidir. Allah adalet sahibidir. Allah müminlerin dostudur. Allah veliyyüllezine amenu. Allah müminlerin dostudur. Allah onları yuhricuhum mined-zulumati ilen-nur. Allah onları zulmetten nura çıkarmıştır. Ve bu sebepten de yani Allah'a hamd etmeliyiz. Ve onun salatı yani salavat onun Resul sallallahu aleyhi ve selleme olsun ki ve salavatuhu ala beşiri ve nedir olan kimdir? Muhammed Mustafa sallallahu aleyhi ve sellem. O bize beşirdir, müjdeleyendir, nezirdir, bizi korkudandır. Siracı munir yani bize açık bir yol gösteren, bize belə deyim ki karanlıklardan bize hidayete sevk eden ve bize açık bir şekilde ışığı gösteren kimdir? Muhammed Mustafa sallallahu aleyhi ve sellem'dir. O seyyidil evvelin yani bütün peygamberlerin evvelidir ve ahiridir. O kimdir? Zalike Muhammedun Resulü Rabbil alemin. Subhanallah. O işte o kimdir? Muhammed aleyhisselamdır ki Allah'ın alemlerin Rabbi olan Allah'ın nedir? Resulüdür. Ve ala alihi tayyibine ve ala ashabi ve onun ashabına Allah'ın salatı ve selamı olsun ve onun zevcelerine selam olsun ve müminlerin arasına Allah'ın salatı ve selamı olsun. Ki meseleye bu şekilde başladı. Ve hakikaten de yani duası şeyhin böyle diyeyim ki çok güzel duası var ki yani Allah bize yeter. Hasbiyallah ve ni'mel vekil. Bizim en büyük vekilimiz odur. Bizi müdafaa eden odur. Bizi savunan odur. Bizi bütün böyle diyeyim de darlarda koruyan, bize nezer yetiren, bizi koruyan Allah Subhanahu ve Teala'dır. Ve bu sebepten de kardeşler, Şeyh bu duanı ettikten sonra ki Allah Subhanahu Teala bize çok büyük nimetler vermiştir. Ve bundan yanaşı Allah'ı övdü. Ve aynı şekilde izzet Allah'a aittir. Vel baka daim olarak kalmak Allah'a aittir. Hakikaten de insanlar içerisinde tekebbürlenmek Allah'a aittir. Ve insanların arasında bölücü de Allah'tan bir ihsandır. Bak biz hal hazırda olan durumumuzda demek olar ki Allah'ın kısmetine razı değiliz. Dediği kısmet Allah'tan. Doğru mu? Ama aslında bunu hayatımızda hakikaten de uygulayabilmeliyiz. Çünkü içimizde olan kasıb, içimizde olan fakir, içimizde olan izzetli olan insanları kim eləmiştir? Allah eləmiştir. Allah'ın taksimatıdır. Allah'ın kullar arasındaki olan taksimatına kullar aslında nedir? Razı kalmalıdır. Allah'a şükür etmelidir ki bu Allah'ın taksimatıdır. Bölgünü veren Allah'tır. Birisine evlat verer, birisine evlat vermez. Birisini xeyirli eləyər, birisini eləməz. Nəticəni bilən Allah'tır. Xeyirləri bilən Allah Subhanahu ve Teala'dır. Kime mal versə sonu ne olar? Kime izzet versə sonu ne olar? Azərbaycanın güzel örfünde bir söz var. Deyir Allah dəvəyə qanat vermədiyini, yaxşı ki dəvəyə qanat vermir. Bəzən insan olur. Yani belə deyim, bir anlıq ona bir görev verilir. Bir anlıq bəzən bir vəzifə verilir. Bir anlıq ona bir imkanlar verilir.
Baxırsan ki, yer göy cırrır, dağdır, yəni mənəm deyir yəni. Ona bir aylıq vəzifə versən, yer üzərində işim qalmaz. Yəni bu səbəbdən də Allah adildir, Allah Subhanahu taala hakimdir ki, insanlara Allah Subhanahu taala harda, hansı muameləni etdiyini Allah Subhanahu taala çox gözəl şəkildə bilir. Və bundan sonra deyir, əmmə bə'd, bundan sonra ey müsəlmanlar, ki bir dənə sual var. Fə in səələ səil, bizə bir sual edən bir sual soruşsa və sual edilsə ki, an məzhəbinə, bizim məzhəbimiz fil qədər, qədər konusunda bizim məzhəbimiz nədir? Biz qədərə necə iman gətirmişik? Həqiqətən qədərə iman gətirmək və gətirməmək mövzusunda İmam Əhməd deyir ki, çox böyük tayfa qədərə iman gətirib gətirməmək məsələsində azmışdır, sapmışlardır. Qədər konusunda çox tayfalar. Yəni elə alimlər, elə insanlar tabiinin dövründə, itibar tabiinin dövründə ortaya çıxaraq, yəni böyük insanlar sapıb zalələtə girmişlər qədər konusunda. Niyə? Qaddamul aqla alən naql. Ağıllarını bu məsələdə kullandıkları üçün. Ağıl qədər mövzusunda istifadə olunarsa, insan doğru yerə gedib çıxmayacaqdır. Və deyir ki, bakın görün şeyxin gözəl bizə nəsihəti. Fəl cəvabu fi zəlikə, bu konuda sizə verəcəyim cavab. Bu konuda qablə ən nuxbirah, biz ona öz inancımız haqqında, bir məzhəbinə, məzhəbiz haqqında ona sual, cavab vermədən öncə ənnə nənsahu lis-sail, biz soru sorana nəsihət edirik və nuallimə, ona öyrətmək istəyirik bəzi məsələləri. Yəni sual soruşana, baxın, bəzən içinizdən müəyyən adamlar suallar soruşurlar. Deyirlər, qardaş, bir dəqiqə dayan, mən sualı sormamışdan öncə sənə bir tavsiyəm var. Bəzən qardaşlara tavsiyə verən deyir, qardaş, nəsihətini saxla, bu qədər də kobud olur bəzən. Veya deyirlər, qardaş, Allah razı olsun nəsihətin üçün, sualına cavab ver. Sənin əqidəni bilmək istəyirəm, sənin məzhəbini bilmək istəyirəm. Amma görün, bax, imam necə davranır? Deyir, ilk öncə səbirli ol. Sənə cavab vermədən öncə sənə nəsihət eləmək istəyirəm. Nəsihətimi dinlə. Və sənə elm vermək istəyirəm. Bu elmi al, faydalan. Birincisi, ənəhu la yəhsinu bil musliminə, müsəlmanlar üçün doğru bir düşüncə, əməl, fikir deyil ki, qədər konusunun içinə girib araşdırmalarını ümumiyyətlə nəsihət eləmirik və yaxşı bir nəticə olaraq da görmürük. Bir qulun bu məsələdə içinə girsə oradan çıxa bilməyəcəkdir. Mümkün deyil çıxması. Çünki ağıl Allah Subhanahu taala'nın yaratdığıdır, yaratdıqlarındandır. Ağlın düşünmə qabiliyyətinin sınırları Allah tərəfindən bəllidir və qul nəyi düşünüb, nəyi düşünmədiyini yaratdığı o ağıl səviyyəsində nə mümkündür? Onun xaricinə insan çıxa bilməz. Mümkün deyil insan neynəsin? Onun xaricinə bir insanın çıxması mümkün deyildir. Və sən zorluyursan, elə bir ki, sən 120 ilə gedən bir maşına deyirsən ki, mən bunu 300 ilə sürəcəm. Mümkün deyil axı. 1 ton daşıyan bir maşına sən 10 tonun güç yükləmişsən. Bu getməyəcək axı. 1-2 addım, 3 addım, 5 addım, 100 metre, 200 metre gedib sonra təkərlər də partlayacaq. Ondan sonra həmən digər maşının qırılması və əzilməsi gerəkən yerlər də ortadan kaybolacaqdır. Yəni bu səbəbdən deyir ki, li'annel qadər, subhanallah, çox görünür, sirrun, qədər sirdir, sir. Sirrun min sirrillahi subhanahu ve teala. Qədər Allahın sirlərindən bir xəzinədir. O xəzinəni açmağa çalışmayır. Sirdir, mümkün deyil. Ali radiyallahu anh deyir ki, qədər Allahın sirridir, onu açmağa çalışma, çünkü Allahın, belə deyim ki, özünə aid olan bir əməldir. Yəni sən onu istəsən də
o mövzunun içine girip sen oradan hiçbir şey elde edebilmeyeceksin. Mümkün değil kardeş. Yani sen kader mövzusunun içine girip oradan sen doğruları elde edebilmeyeceksin. Bunu çalışacaksan ama sen doğru bir yola gelip çıkabilmeyeceksin. Bunun için de ki yani bu çünkü değil, kader Allah'ın sirlerinden bir sirdir. Yani sen bu sirri niye açmaya çalışırsan? İbn Battah İbanet-i Kubra'da deyir ki bu meseleye bağlı. Yani ağıllar Allah'ın qədərini dərk edecek qədər nədir? Belə yaradılmayıbdır. Yani sen Allah'ın qədərini dərk edip çözeceğin qədər də güce qüvvətə sahip değilsin. Mümkün değil. Yani sen bunu çözmeye çalışırsan ama sen çözebilmeyeceksin. Hayatında bazı suallar yaranır, o sualların cevabını alabilmeyeceksin. Allah Subhanahu bu meselede elin vermiştir. Çünkü ne diyor? Güzel bir şekilde bu Allah'tan bir sirdir. Sen bu sirri açmaya çalışma. Bel iman bima cerat bihil mekadir, sen ceryan eden tüm kaderinin min hayrin ev şerrin, şer olan olayların hamısını sen üzerine düşen iman etmektir. İman vaciptir alel ibad, kullara en yu'minu bihi, ki kullar buna iman etsinler. Yani hayatımızda öyle bir meseleler cereyan ediyor ki yani burada şer var, sen burada hayır ne olabileceğini düşünürsen ki yani bu Allah'ın ketevallah, Allah bunu yazmıştı, tamam ben elədim irademle, öz irademle bunu elədim, Allah izin verdi. Axı bu Allah'a nispet olunan bir şerdir. Axı Allah'ın sevmediği bir əməldir. Axı ben dindən çıxdım, axı ben şirk elədim, axı ben günah elədim, axı ben adam öldürdüm, axı ben yanlış yaptım. Yaş bunu neye xeyir ola bilər ki? Ben burada neye xeyir axtarım? Bu hikmətdir artıq. Xeyirdən daha çox ziyadə, birincisi, bu Allah'ın hikmetidir. Xeyir, Allah Subhanahu Teala'nın senin için yazdığıdır ki yazıbdır. Neticenin ne zaman xeyir ve ne zaman şer olacağını kader sana değil, gizli olduğu için sirrun min sirrillah. Allah'ın sirrindendir. Sen onu nece bilebileceksin? Sen nece onu açabilirsin ki? Yani çözebilir. Muhammed Aleyhisselam ve peygamberler dahi yani bu sirri belə deyim ki yani bu sirri çözebilmeyipler ve sen bu sirri çözmeye çalışırsan. Elbette ki yani bu nedir? Bu mümkün değildir ki sen bu sirri çözeceksin. Buna göre kader konusunda kaderiyelerden gulat olanlar vardı ki onlar neylemişler onlar? Allah'ın elimini ellezine yekulune la kader yoktur. Ne demişler? Demişlerdi ki emirler femen şa'ehu hada, isteyen insan hidayete gider, isteyen insan zallete gider. Ve insanın hayatta baş verecek meselelerde hiçbir şekilde meşiyeti yoktur. Peki bunu niye eləmişler? Allah'a şer nispet eləməmək için. Neyle yanaştılar? Ağılla. Deyir, mən şirk edirəm. Necə yəni Allah mənim qədərimdə şirk eləmək mi yazıbdır? Mən küfr edirəm. Allah mənim qədərimdə küfr eləmək mi yazıbdır mesela? Mən adam öldürdüm. Allah mənim qədərimdə mi yazdı? İşte bu burada neyinir? Allah'a bunu nispet eləməmək üçün deyir, bax şey nədir? Ümumiyyətlə qədərdə bir şey yoktur. Hamısı insan öz əlindedir diye yanaşır. Ve Allah Subhanahu Teala'nın mülkünde olan ne varsa da deyir ki bu mülkünde olanlar bize verilen, bizden alınan, hayatımızdaki olunan sunulan tatlı, şirin, tuzlu, acı ne varsa hamısı bize aittir. Bunlar sahabelerin en son dönemlerinde ortaya çıkmıştır. Hemen bu kaderiyeler ve sahabeler bunları ve enkeru aleyh, bunları reddiler verdiler ve teberra minhum, onlardan uzak durdular ve dediler ki onlar bu ümmetin mecusileridir. Çünkü neye göre? Onlara neye göre kaderiye değildi? Onlara kaderiye değilmelerinin sebebi onlar Allah'ın yazmış olduğu kaderi inkar edip özleri kader yazdılar. Dediler ki kaderi yazan bizi, Allah yazamaz. Ve ehl-i sünnete ve kad ecma ehl-i sünne ala kufrihim.
və xuruc onların İslam millətindən də çıxmağına İslam alimlərimiz icma eləmişdir. Və yenə məsələn İmam Abdullah bin Əhməddən qala semi'tu əbi, atamdan soruşuldu. Ali bin Cəhm ki, hansı ki onlardandır. Ammən qala bil qədər, deyir ki, onlar bu dedikləri qədər konusuna görə bu dediklərindən dolayı kafirdir. Və qala əbi in cəhədəl ilm, onlar ilmi inkar edərlərsə, qala Allah ləm yekun alimən həttə xalaq, yəni Allah bir fiili yaratım olmamışdan qabaq Allah onun haqqında elmi sahibi değildir deyənlər, işte onlar Allahın elmini inkar edərək kafir olmuşlardır. Bugün bu müsəlmanlar içərisində mövcuddurmu? Bugün baxırsan ki, özünü İslam'a nisbət edən insanlar var ki, Allah haqqında bu elmə sahib və bu məsələyə deyirlər ki, Allah qulların feillərini yaratmamışdan öncə bilmir. Məsələn, yeni bir gün özünü sələfə nisbət edən bir tayfə çıxıb, özellikle Avropada və deyirlər ki, Allah gələcəkdə xəbərdardır, amma gələcəyi görmür. Allah gələcəkdən xəbərdardır, amma gələcəyi görmür. Və gələcəyi görmədiyinə görə də olaylardan Allah Subhanahu taala elmi olaraq xəbərsizdir. Amma öncədən bilir ki, filan kəs öləcək, filan kəs sağ qalacaq, filan kəsin başına müsibət, amma necə, hansı bir şəkildə bütün bunları görmə elmi ilə xəbəri yoxdur. Bunların elm olaraq cahil qaldıqları məsələ budur ki, bunlar tabi kitablar oxuyurlar, öz başına oxuduqları üçün, sələfin mənhəzində gedə bilmədikləri üçün Allahın yaratma sifətini də bu səfər inkar edirlər. Allahın görmə sifəti Allahın yaratma sifətinə də bağlıdır. Elm sifətinin içərisində yaratma sifəti də vardır. Yaratma xəbəri vardır. Allah bir şeyi var etdiği zaman, yəni Allah Subhanahu bir şeyi yarattığı zaman nədir? Bir şey yarattığı zaman ondan xəbərdardır və onu görür, ona elmi sahibdir. Mesela Allah bir şey yaradanda, doğru mu? Yani mesela qədərə nedir? Qədər dedi ki, gələcəkdə olan əməlləri Allah yaratmamışdır. Çünkü Allah yaratmış olsa desə zaten görübdür, zaten elmi var. Buna göre ne deyirlər? Allah'ın ne elmi vardır, ne de onu yaratmıştır. O fiilleri yaradan bizik ve o konuda da Allah bir elme sahip değildir. Allah o zaman sahiptir ki olaylar olsun. Olaylar olmadan önce Allah'ın o elm hakkında bir haberi yoktur. Ki ne de şimdi deyirlər ki, onlar dediler ki Allah'ın elmini inkar ettirip bundan dolayı kafir olurlar. Ve İmam El-Harb El-Kirmani dedi ki öz sünnet kitabında El-Kader humullezine yez'umuna, onlar iddia edirlər ki onlara sunulan itaat ki var, məşiyyət və qədər, bunların heç birisinin Allah Subhanahu taala şərdən, xeyirdən, faydadan, zərərdən, masiyyətdən, zəlalətdən heç birisindən Allah Subhanahu taalanın öncədən xəbəri yoxdur. Yəni Allah öncədən bu məsələlər haqqında bilgi sahibi değildir. Bu haqda bilgi sahibi olaylardan sonradır. İşte bunlar Məcusilərin və Xristiyanların sözünü söyləyən zındıq oldular. Onlar işte Cəhm bin Safvan və onun torunlarıdır və bu şəkildə onlar bunu bu şəkildə söyləyərək İslam millətindən çıxdılar və dedilər ki, qulların feillərinin Allah yaradıcısı değildir və Allah'ın o elm hakkında elmi sadece kullar o əməli etdikdən sonra xəbərdardırlar. Allah xəbərdardır. Yani Allah olaylar oldu, hadisələr baş verdi. Allah ondan sənin mənim kimi Allah bildirsə bu qədər. Yani sen necə, mən necə, maazallah, onlar da o şəkildədirlər. Və bunlar o kadar belə İbn Teymiyyə deyir ki, bunlar sələfin zamanında onlarla o kadar deyil mücadele ettiler ki, onlar Müslümanların arasına həqiqətən də girdilər və onlar yani ilim sahibi, fıkıh sahibi, Ərəb dili lüğət sahibi olan insanlar ve özellikle de onlar nedir? Kelam sahibi, kelama çok girdiler ve Müslümanları haktan azdırdılar. Buna göre kardeşler bakın, kelam elmi qınanmıştır. Kelama girmək olmaz, ağılla girmək olmaz. Bəs necə, bəs keyf, kimi suallar var ha. Liməzə, nəyə görə? Bu sualları ümumiyyətlə verilməsi özü
İslam ümmətində bəyənilmir. Çünki insanları İslamdan və İslam millətindən nə deyir? Çıxarmalarına nə deyir? Səbəb olmuşdur. Bax, İmam Əhməd deyir ki, qədəriyələr haqqında, yəni onların o qədər deyir məşhur oldular ki, hətta İmam Acuri deyir ki, əgər qədəriyələrə rəddiyə verilməsəydi, bu qədər onlar məşhur olmazlardı. Biz bəzən deyirik, bidət əhlinə rəddiyə vermir. Yəni nə mənada? Onlarla münazirə, daha doğrusu onlarla deyir münazirə edilməsəydi bu qədər məşhur olmazlardı. Biz bəzən tök, xoruz döyüşdürən kimi, afçarla döyüşdürən kimi, küçük afçarkaları, buldoklar, nə bilmə, elm adamlarını qava-qavağa salıb döyüşdürmək istəyirik. Yəni. Görək, sən kim yaxşı hürür, yoxsa mənim kimi? Görək kiminki qapacaqdır. Kimin xoruzu görək yaxşı banlayacaqdır. Əhl-i-Sünnət deyir ki, sən onu eləməklə İslam'a ən böyük zərər vermiş olursan. Sən onları daha da öne çıxarmış olursan. Onlara dəyər vermiş olursan. Sən onları nə eləmiş olursan? Sən onları toplum tərəfindən etibarlı bir tayfa olduğunu ortaya qoymuş olursan. Və sən münazirə edərək nə qədər alimlər olmuş ki, münazirə etmişlər və məğlub olmuşlar. Məğlub olmuşlar. Uduzmuşlar. Çünki sən elə bir ağlı məntiqlə elə bir söz söyləyə bilər ki, sən onun altından qalxa bilməzsən. Yəni, bu səbəbdən də bu tayfalardan genəlliklə uzaq durmaqla. Ümumiyyətlə, bidət əhlindən, münazaradan bir müsəlman çalışdığı qədər uzaq durmalıdır. Yəni, sənin o qədər güclü elmin olmalıdır ki, sən mütəməkkin olmalısan. İllərdir bu inanc, bu əqidə üzərində olmalısan ki, sən gedib orada büdürəməyəsən. Buna da yenə də alimlər tavsiyə görmürlər. Deyirlər, çox zərurət olmadıqca amma eləməyə ehtiyac var. Amma biz bir şey olan kimi gəl tartışaq, gəl qabaq-qaba gəl, sən görək, mediaya çıxaq, video, kamera qarşısında, görək kiminki daha yaxşı, gəl, sən məlkini bir şey ispat edə bilməzsən, o səndən daha qüvvətli və s. Və İmam Əhməd deyir ki, yəni deyir, bizim deyir, rivayətlərimizin içərisində qədərlər belə mövcuddur. Hədis rivayətlərinin içərisindədir və onlardan hədislər qəbul etmişdir məcbuən. İndi bu məsələni bizim gündəmə salsan, nə hala düşərik? Çünki demişlərdi ki, onlar iradə konusunda ciddi problemləri olmuşdur ki, qulların öz məşiyyəti vardır. Yəni, qulların feillərinin xaliqi özüdür. Yəni, mən küfr edirəm, bunu niyə Allaha nisbət eləməliyəm? Bax, mantıq. Nə güzel değil mi? Doğru. Allah səni küfr eləməni istəyər ki, yox. Allah səni şirk eləməni istəyir, yox. Amma burada nəyi qarışdırmışlar? Kövni olan məşiyyətlə şəri olan məşiyyəti qarışdırmışlar. Xatırlıyorsunuzmu kövni olan məşiyyətlə, kövni qədərlə şəri qədərin arasını bir öz beyninizdə bir canlandırır, hatırlıyorsunuz mu? Kövni qədər, kövni məşiyyət, kövni iradə, şəri iradə. 3 əsas dərslərində bunu keçmişik. Kövni iradənin, şəri iradəni çox önəmli bir mövzudur bu. İnsanların, yəni belə deyim ki, böyük alimlər deyir ki, bax deyir, "Ləv tərəflər rivayə anil qədəriyyə" qədərlər haqqında rivayəti tərk edəsək, tərəklə əksər əhli Basra. Basra əhlinin gərək çoxsu rivayətini tərk edir. Niyə? Çünki çoxsu qədəriyyədir. Oradan salamat çıxmaq əsas şeydir. Bugün sən durub Basra əhlinə birini normal ittiham edə bilirsən. Amma sən o gün gəl ittiham et, ağır idi. Bunun üçün bax, buradan bir faydanı mən götürəcəm. Bir mövzu bəzən bir toplum içərisində, baxın, bunu öz beyninizə qeyd edin. Sırğa eləyin qulağınıza, sep eləyin boynunuza, üzük eləyin, əlinizə taxın. Bir mövzu haqqında baxın, bir mövzu haqqında alimlər və elm tələbələri, özünü əhl-i-sünnətə nisbət edənlər haqqında bir məsələ haqqında tartışmalar çoxalırsa, avam cəmaat bu məsələdə susmağa tavsiyə görülür. Bu məsələ böyük mənbədən ortadan qalxmalıdır. Yəni güncəl bir mövzu çıxır ortaya. Məsələn üçün baxın. Gündəmə bu gün nəyi saldılar? Şəfaət, savunma, mühakimə, nə bilim mən buna bənzər olaylar. Əgər bu olaylar
İnan ki kaili deyilen adam tarafından terk edilse o 2 adım yürüyebilmez. Onu kim yürüttü? Avam insanlar yürüttüler. Ha, onu avam olan insanlar yürüttüler. Niye? Gündem ettiler. Niye münazara ettiler? Niye münakaşa ettiler? Niye meclise yatırdılar? Niye onun derinliğine gittiler? Tavsiyatına vardılar. İslam ümmətində hiç avamın 2 vuruştu 2 gelmeyen 4'ü bilmeyen bir adam bugün bu meseleleri el məhlində münazara eləməyə çalışır. Azil konusudur, bununla bağlıdır. Muhakeme konusu bundan bağlıdır. Kilise konusu bundan bağlıdır. Bütün bu konuları əslində ne etmək lazım? Olduğu yerdəcə bağlamaq lazım. Başını qırıb bu danışma, sus. Məsələni açma. Ne deyir bak? Deyir bu məsələni açıldı. Onlar niye çoxaldı deyir? Çünkü məsələ danışıldı. Danışılmamalıdır. Yerində bağlanmalıdır ki, mesela ama elə insanlar var ki, sen onlara bəzi məsələlər var, soruşsan deyəcək olar, mən xəbərim yoxdur. Adama deyirsən, sən Azeri təşkil edirsən, deyir, Azeri kimdir? Azərdir, hansı, kimin o, kim? Nə varmış o? O neyiniyib ki? Adamın heç Azerdə xəbəri yoxdur, məsələn, nədir? Nəyin nəsidir? Adam məsələdə xəbərdar deyil, yəni. Ərəb alimlərə gedib Azerindən soruşsan, deyir, adam mesela hələ mən cahillətin üzür deyir, heç onu çıxmamışam, sən cahillətin üzür görəndən söhbət açırsan. Heç mən 3-cüyə yer çıxmamışam, heç 2-ciyə yer çıxmamışam, sən 3-cüdən, 4-cüdən bahs edirsən. Yani bizdə həqiqətən bu mövcuddur. 3-cüdən, 4-cüdən, bəzən 5-ciyə qədər yer çıxır. Birinciyi bir yekunlaşdıraq, birinci ilə məsələmizi həll edək, bütün məsələləri onun üzərində çözək, ondan sonra. Sonra ikinciyi həll edirsən, sonra nə deyirsən? Bəs onu belə eləyəni, bəs onun içində birdən birisi belə desə, bəs birdən başqa cürə də gəldi, biri başqa cürə dedi. İşte deyir, bu həlak burada başlayır. Bu kimin həlakıdır? Mən burada avamı günahlandırırım. Mən burada elm tələbələrini günahlandırırım ki, avama deyə bilmirik ki, get aşığı at. Get topunu oyna. Get oyuncağını oyna. Get futbol oyna. Get telefonu və əlba al, oyunla məşğul ol. Sənin geləcəyin bir mövzu deyil. Sənə aid olan bir mövzu deyil. Yox, elə danışsan, əqidə məsələsidir. Dinin əslindəndir, tevhidin əslindəndir. Buna görə, baxın, bu məsələlərdə, bax, indi qədər konusunda bax, alimlər qədəriyələrin ki, onlar mü'təzilə kimi küfrə girdilər. Fakat əxdə fi kətir bir çox məsələlərdə xəta elədilər. Niyə? Elə Allaha şərri nisbət eləmədiklərinə görə. Lakin küfrə girdilər. Amma əslində xeyir istədilər. Ki, şər Allaha nisbət olunmaz. Əməllərimizi biz niyə Allaha nisbət eləməyik? Amma burada nəyi unutdular? Kevni olan iradə ilə şəri olan iradəni bir əməli Allah'ın sevib razı qalmasını bir də razı qalmamasının arasını ayıra bilməlidir. Baxın, kövni iradə nə deməkdir? Kövni iradə kulun tamamıyla iradesini bir kenara bırakıldığı. Yani kul, tamam mı? Kövni iradedir. Kul hiçbir zaman o kaderde, o iradede yetki sahibi değildir. Kövni irade budur. Mesela acmaq, yatmaq. Yatmayabilirsen mi? Mümkün değil. Acmayabilirsen mi? Mümkün değil. İstesen de istenmezsen yatacaksın. Bu Allah'ın senin kaderine yazmış ve kavni olarak fıtratına yazmış. Böyümek, yaşlanmak, ölmek. Doğru mu? Ay, güneş, mesela gece, gündüz, bunlar hamısı kavnidir. Allah'ın iradesindedir. Senin hiçbir şeyde iraden burada söz konusu değildir. İmkanın çatırsa yeme, ac kal. Günlerden belli bir zamandan sonra öleceksin. Mümkün değil. Günlerle az kal. Ve daha doğrusu yatma. Bir gün, 2 gün, 3 gün özünü öldür. 4. gün söneceksin, gittin. Mümkün değil. Allah'ın iradesindedir. Ömrümü dayandır. Dayandırabilir. Cavanlığımı sakla. Saçın ağarmasın. Yaşlanma. Mümkün değil.
Bunlar kövni iradedir ve Allah'ın mütlak olan iradesine tabidir. Senin burada irade söz konusu değildir. İçinde şer'i irade vardır. Şer'i irade Allah onu insana vermiştir. Allah burada insana güc ve tasarruf hakkı vermiştir. Mesela için oğluma deyirsən ki, abla tamam, mənimdir bu pul, Allah sana verirəm xəşdə. Ama bak ha bala, bu kartı sana verirəm. Kartı cibime koy. Eğer gelip bunun magazinden, dükkandan, marketten yanlış şeyler alsa bir de sana kart verilmeyecek. Kartın boş kalacak. Sonra ise alacaksan. Şimdi sen oğluma burada imkan verdin mi? Verdin. O karttan istifade edildiği zaman da senin mobil telefonuna gelir mi ki neyi aldı neyi almadı? Haberdarsan bilirsen her şeyden. Ve sen seçimi kime verdin? Evladıma verdin seçimi. Allah subhanahu kullarına seçim verir. Ve diyor ki ey kullarım, şer'i irade budur. Cennetin yolu budur, cehennemin yolu budur. Peygamber aleyhisselatü vesselam kabir başında bir gün neyledi? Xətlər açtı. Cennetin cehennemin yolunu ayırdı. Her bir yolda cehennem dəvətçilərinin olduğunu söyledi. Ve en sonunda da Kur'an-ı Kerim'i koydu ki işte yol budur ve burası cennettir. Ve Peygamber selam her bir o yolun kenarında da sapık dəvətçilər var. Onlara uyarsanız cehenneme gideceksiniz dedi. Her şey ölçüldü, biçildi. Bugün Allah sonra Kur'an-ı Kerim'i göndermesiyle, Peygamberi göndermesiyle şerri yolunu da belirledi, xeyri yolunu da belirledi. Sen bu əməlləri elədiyin zaman, mesela ben indi çay içmək istəyirəm, bak su içirəm. Dedim ve içtim. Öz irademle içtim. Doğru mu? Özüm istedim de. İçmirəm. Öz irademle edirəm. Bunu kim verir mi? Allah verir. Allah bunu xəbərdə, Allah bunu mən eləməyə qadirdir, bəli qadirdir. Allah mən bunu içəcəyimdən danışacağım, mən xəbərdarım, bəli xəbərdardır. Ama Allah bunu bana qadağan eləyə mi? Allah bana irade vermiş. Yani bunun yerine bu sudur. Bunun yerine içki koy. Arak, şərab, maazallah. Doğru mu? Seçim səndədir. Ya şərabı içəcəksən, böyük günah verəcəksən, masiyət edəcəksən. İmtina eləyəcəksənsə də, elhamdülillah mənim rızamı qazanacaqsın. Buna görə şəri qədərin içərisində, şəri iradənin içərisində nə vardır? Allahın rızası vardır. Allah orada öz rızasını ortaya koyur ki, bak ben bu əməllərdən razıyam, bunu eləsən, səni sevəcəm. Doğru mu? Mesela Allah subhanahu ne deyir? Sevgi sifətindən bir dənəsinə. Hamımız bir çoxunuz əzbər bilirsiniz, maşallah olsun bilirəm ki. Ya eyyuhellezine amanu lima taquluna ma la tef'alun. Ey iman edenler, etmediğiniz şeyleri başkalarına niye söylüyorsunuz? Doğru mu? Ayeti bilirsiniz. Ve sonra nedir? Kebra maktana indallahi en taqulu ma la tef'alun. Allah katında söz veremediğiniz şeyler çok büyük bir günahdır. Çok büyük. Pis bir günah. Yani söz verirsen sözü yerine getirmen lazımdır. Ehdi ve sadık ol. Yaxşı peki Allah ya Rab sen ne istersen? İnnallah yuhibbullezine yuqatiluna fi sebili. Bak innallaha Allah şüphesiz ki öz yolunda saf birlik ve beraberlik şeklinde mücadele eden, cihad edenleri sever. Bir dağınık olanları sevmez. Dağınık düşünce sahiplerini, fikir sahiplerini sevmez. Dağınık cemaatları sevmez. Allah bir ve beraberlik içinde olup İslam için faaliyet ve Allah için fi sebilihidir. İnnallah yuhibbullezine yuqatiluna fi sebili keennehum bunyanun mersus. Öz yolunda saf şekilde binaların taşları kimi birbirine kenetlenmiş halde saf tutarak Allah yolunda mücadele edenleri sever Allah Subhanahu Teala. Yani ayrı olanları sevmez. Ve söz verip de sözünde durmalarını ki Allah'tan emel istediniz ama yerine getirmediniz. Ona göre de Allah hemen ayetin arkasında Musa Aleyhisselam'ın kavmini misal kâle Musa li kavmihi ey kavmim niye mənə zulm edirsiniz, niye mənə əziyyət edirsiniz? Axır siz bilirsiniz ki mən sizə Allah'ın göndermiş olduğum bir peygamberim. Ve bu sebepten bak Allah sonra sevdi, emeli sevdi ve sevmediğini de deyir ki ben sevmirəm. Mesela ne diyor Allah Subhanahu Ali İmran suresinde? Ati'ullah ve ati'ur Resul. Allah ve Resulüne itaat edin. Ve in tevellev yüz çevirirseniz innallah la yuhibbul kafirin. Allah kafirleri sevmez. Allah itaatten yüz çevirenleri sevmez. Kul in kuntum tuhibbun Allah'a fettebi'uni yuhibbukumullah. Eğer Allah'ın sevgisini istiyorsanızsa Allah'ın Resulüne tabi olun ki Allah da sizi sevsin. Allah ve Resulüne itaat edin. Yüz çevirirseniz bir iki Allah kafirleri sevmez. Allah Resulüne itaatsiz değil Allah
Sevmemekle beraber ki Allah kafir ismi verdi ve sevmediğini de söyledi. Allah sevdiğini söylüyor ve sevmediğini de söylüyor. Ve fasıklara hidayet ettiğini söylemir ki fasıklara hidayet edilmem ama hayır içinde olanlara Allah subhanahu hidayet edeceğim. Mesela Bebeşşir sabirin sabredenden müjdeler. Niye? Çünkü onlar niye dediler? Kalu inne lillahi ve inne ileyhi raciun. Allah dediler biz Allah'tan gelmişiz ve Allah'a döneceğiz. Peki sonra ne söyledi Allah subhanahu teala? Onlar hidayette olanlardır. Ve feulaike humul muhtedun. İşte hidayette olanlar onlardır. Ve Bakara surasının evvelinde 5. ayetin sonunda ne dedi? Onlar feulaike humul muflihun. Kurtulan işte onlardır. Veyahut da yine En'am suresinde Allah subhanahu teala ve tekum minkum ummetun yed'un ila'l hayr ve ya'murun bil ma'ruf ve yenhun 'anil münker. Sizden bir toplum bir cemaat olsun ki insanları hayra davet edin ve şerden uzaklaştırın. Allah'ın emrettiğini emredin, qadağan ettiğini insanları çekindirin. İşte bunu eden insanlar kurtulmuşlar ve hidayet ermiştir. Allah subhanahu teala her şeyi hayra bağladı. Edersinizse hayır, etmezse şer. Ve kuntu hayra ummetin ukhrucet linnas. Sizler hayır ümmetsiniz diye insanlar emruna bil ma'ruf, insanlara emrin bil ma'ruf edesiniz ve nehy anil münker ettiğiniz için hayırlısınız. Ve nehy anil münker terk ettiğiniz için siz Allah'ın lanetine maruz kalacaksınız. Niye? Allah subhanahu Kur'an-ı Kerim'de diyor. Peki lu'inellezine keferu kafirler lanetlenir. Yani kimin dile? Kimin sözleriyle? İsa'nın ve Davud'un diliyle. Neye göre? Çünkü onlar kanu la yetenahawna. Onlar münker emelleri qadağan eləmə infa'u. Ettikleri zaman münkeri qadağan eləmədikləri göre onlar lanetlendiler. Yani sen ortada bir münker var, sen onu qadağan eləmirsən. Şirk ve küfür var, insanlara ma'rufu qadağan emretmirsən ve münkerden de sakındırmırsansa da o zaman Allah'ın değil laneti senin üzerine vardır. Yani bu sebepten de Allah subhanahu ve teala kader konusunda, hayır konusunda, şer konusunda kavli kaderine, şerri kaderi bu şekilde ayrıdır. Allah'ın sevip razı kaldıkları var ve sevip razı kalmadıkları emeller var. Allah subhanahu teala sana emreder ve sana irade verir ve sana güç verir. Ve ondan çekinme imkanı da verir. Ve sana nefis de verir. İnne nefse emmeratun bis-su. Nefs insana pisliği emredir. Yani sen bir hayır kazanmak için, ben görmedim bir insan səfi olsun ki, qədərə bağlayıp getirir bana 10 bin dolar veren görmedim yani. Qədərə bağlayıp yani 100 bin dolar veren görmedim. Gördünüz mü? Ben bilmedim. Allah'ın qədərində bana yazıbdır, ben mecburam. Gəlirəm, özümden asıl deyil. 10 bin tuta bilmirəm. Gəlirəm, qədərimdə var. Hiç görmedin yani. Aslında aldığı zaman deyər ki, vurar, döyer, öldürer, deyər ki, axı, haqqı varla qədərdəydi. Allah mənim bağışlasın, nəfsimi oydum, səni öldürdüm, pulu aldım. Qədərində yazılmıyor. Köpürün balası, estağfurullah, yani böyle qədərində var idi, gətir, ver də. Verməyi niye bir alır? Xeyri niye Allah'a nispət eləmirsən? Ne xeyir gəlir bu Allah'tandır deyəm. Allah verdi madiylə, Allah mən də sənə verirəm, Allah mənə məcbur edib, mən bunu sənə vermək istəyirəm, ver də, ver. Vermir, eləmirsən, xeyri Allah'a nispət eləmirsən. Başqa bir şər gələn kimi, cəhənnəmi boylayacaq əməllər gələn kimi Allah belə istəyirsən. Düz deyək, elhamdülillah, amma bilərəkdən olan əməllərdə deyil. İnsan bəzən iradə xarici ola bilər, insan bəzən qaflet halında ola bilər, insan bəzən öz istəmədiyi halda bir günaha, bir zulma, bir haqsızlığa girə bilər, istəmədiyi halda. Yani hansı bir oyunun içine girer, hansı bir haksızlığın içine girebilir, hansı bir bildiğim ki bir olayın içerisinde birden bakar ki o da zalimlerdendir yani. Anlatabildim mi? Mesela iki dost arasında problem çıkar. Sana en yakın olan taraftan bir Müslümana karşı haksızlık edebilirsen yani olabilir. Aileler arasında, kohumlar arasında olabilir yani böyle şey. Dostlar arasında olabilir. Ve sonra sen ailesi ben Müslümanım. O da benim kardeşim, bu da benim kardeşim. Mənə yaxınlıq məsələsi, zulümdə yaxınlıq yoxdur. Haqsızlıqda yaxınlıq yoxdur. Necə ki Allah Subhanahu ne dedi? La yecrimennekum şena'anu qavmin alla ta'dilu i'dilu. Ki sizin bir tayfaya, bir topluma karşı olan haksızlığınız seni hiçbir zaman düyadat olarak karşı olan kini küdretin seni haksızlığa sürükləməməlidir. Sen bunu sevmeyebilirsen, sen beni sevmeyebilirsin kardeş. Yok canı sağ olsun, sevme ama zulüm etme. Ben sana sevmeyebilirim ama haksızlık eleme. Var olan söyle, var olmayanı söyleme. Sen birine hoşun gelmeyebilir. Ama doğruyu söyle. Hak nedirse onu söyle. Bu Müslümanın miyarı adaletidir. Müslümanda var olan bir vasıftır ki Müslüman nedir? Allah Subhanahu dedi siz onlar sizle necə savaşırsa siz de onlarla savaşın ama həddinizi aşmayın. Allah hədd aşanları sevmez. Der onlar sizle necə savaşırsa siz de onlarla öyle savaşın ama hədd aşmayın. Ölçü aşılmaz, miyar açılmaz. O bana zulm etti, ben de ona zulm edeceğim. Yok bu olmaz. O sana haksızlık etti, ben de ona haksızlık ederim. O geldi benim malımı olmadı, geldim onun malını uğrayayım.
O mənə üzr istəyirəm, əxlaqsızlıq elədi, mən gedim onu əxlaqsızlayım. O mənə söydü, mən də gedim ona söyüm. Şərəf ona icazə vermir. Yəni misilləməyi şərəf qadağan edir. Yəni biz o türmə idəyələrində şimdi misilləmə, o mənə elədi, mən də onu, o mənə vurdu, mən də onu vuracağım. Yox, şərəf qisas qopdur. Qisas isə şərəfin ölçülərinə bağlıdır. Qisas şəriət olduğu dövlətdə uygulanır. Şəriət olmayan dövlətdə uygulanmaz. Ən fazla ya af olunur, ya da ki fidyə tələb olunur. Başqa bir şey ola bilməz. Yəni o məni öldürdü, mən gedim onu öldürüm. O məni yaraladı, mən gedim onu yaralayım. O mənim gözümün altına vurdu, mən gedim onun gözünün altına. Şərəf bunu qadağan edir. Məsləhət deyil. İslam onu qəbul eləmir. Çünki nəticə yaxşı olmayacaq. Mən vurdum, zəif vurdum, sən vurursan mənim gözüm çıxacaq. Sonra gəl indi gözün qisasını al. Yəni bu məsələlər qardaş, bax şəriətin kövnü olan Allahın iradəsi ilə şəri olan Allahın iradəsini həmişə bir-birindən ayırmamız lazımdır. Şəri iradəni ayırsaq ki Allah Subhanahu xeyri və şərri ayırmışdır. Allah şəri sevməz, amma izin verər. Buna nə deyirlər? Şəri iradə Allah mütləq olaraq izin vermişdir. Və sevib sevmədiyini ortaya qoymuşdur. Allahın izin verməsi rızasına bağlı değildir. Yəni Allah ona razı deyil. Allah küfrü sevməz. Allah şirki sevməz. Allah haramı sevməz. Allah kendi nəfsinə haramı zulm etdi. Zulmün en büyük şirktir. Ya ibadi, ey kullarım, inni haramtu zulmu ala nefsi, ey kullarım, ben zulmü öz nefsime haram kıldım ve cealtu beynekum muharrama ve bunu sizin aranızda da ben bunu haram kılmışım. Allah Subhanahu teala bizim aramızda da bunu haram kıldı. Ve bu sebepten de şeyh diyor ki bir insanın thumma diyor la yamelul abd bir kulla mümkün değil ki kader mevzusuna girsin ve sonunda Allah'ın kaderini inkar etmesi mümkün değildir. ثم لا يأمن bir kulda değil, cümende değil, en yebhase anil kaderi feyukeddibe Allah'ın kaderini inkar etsin bir mekadirillah baş vermiş olan hadiseleri ne diyecekti? İnkar edecek. Yok bunu Allah'a nispet edemiyor. Yok bu Allah'a ait diyor. Yok bu böyle diyor. Ve sonunda kaderiyetçi olacaktır. Ve bundan sebepte feyudullu an tarikil hak yolundan azacaktır. Peygamber aleyhissalatu vesselam'ın ki işte benim ümmetimden bir tayfa helak oldu ki onlar kimlerdir? Allah subhanahu teala'ya nedir? Ortak koşanlar helak oldu. Ümmetimden. İkinci helak olanlar ve ümmetimin birincisi buydu. İkincisi neydi? Qədəri inkar edenler de nedir? Allah'a ortak koşarak yani özlerinin fiillerini Allah'ın fiiline ortak koştular ve bununla da nedir? Onlar İslam milletinden çıkmış oldular. Bunun için qədərin birinci yani mövzusundaki olan o qədəriyeler ki var idiler ve dediler ki onlar bir kulun üzerine düşen ağlını kader konusunda değil neylemelidir? Tamamıyla durdurmalıdır. Kitap ve sünnete dayanmalıdır ve kıyası tamamıyla ortadan kaldırmalıdır. Mücerred olarak ağlını bu meseleye tamamıyla sokmamalıdır. Ve Kur'an ve sünnetin getirmiş olduğu femen adele kim Kur'an ve sünnetin getirmiş olduğu nasların haricine çıkarsa yani tevkif yani durmazsa durduğu yerin arbaşı durması gerekir. O insan değil ne olacaktır? Hakikaten de hak yolundan azacaktır ve zalaletin içine girecektir. Ve bir insanın değil mümkün değil ki kaderin içerisine girsin. Bunu Ebu Muzaffer Sema'ani diyor ki bir insan bu şeyin içerisine girsin ve ondan azmaması mümkün değildir. Çünkü bilinmesi gerekir ki vallahi nefis Allah'ın emirlerine tabi olduğu zamanda mütmain olacak. Bir insan deyir kader konusuna girip mütmain olması mümkün değildir. Biz indiyene kadar deyir kader konusuna girip de kalbinin mütmain olduğunu rahatlıkla oradan geri döndüğünü görmediği helakından başka. De ki Allah böyle yazdı böyle oldu. Ve zalike li ennel kadere bak bu da yine bu da değil. Sırrın min sirrillah subhanahu teala ve ilmun min ilmihi. Allah'ın sırlarından bir sirdir. Allah'ın ilimlerinden bir ilimdir. Allah buna böyük bir dene hasar çekmiş. Sen onu aşma diyorsun. Ve Allah subhanahu teala allamil guyubtur. Allah kulların ağlını, beşerin ağlını bu meseleden hacb eləmiştir. Yani kulun ağlının bu meseleden dərk eləməsini qabağını almıştır. Kul bunu dərk elə bilmir. Yani şağa üzr istəyirəm və gedib
evimizdə olan balaca uşaqlarımıza müəyyən məsələlər var. Onu sən qabağına qoy. Dır anlat. Şərh elə. Bir də mən gedim bunu Məryəmin qabağına qoyum, anladım. Danışırsa məni nə edir? O da mənim kimi danışır. Ancaq danışır. Mən onun qabağına qoyub kitab oxuyanda o da mənim kimi danışır. Başqa şey eləmir. Ancaq o da əlinlə, hərəkətinlə danışır, kitabı cırır, məni vurur və s. Dünya qanmır. Qədər konusunda da sən bir insanın qabağına qoyub, bütün tafsilatı ilə deyil, beynindəki sualları çözməyə çalışsan, sən də sapacaqsan, o da sapacaq və siz bir nəticəyə varmaydı. Çünki Allah onu qadıq möhürləyib də, yəni sən mümkün deyil, sənin elmin deyil, ağlın gedib onu araşdıra bilmir. Allah deyir bunu qulun nədir? Gedib ulaşmasına, ağılların ulaşmasına, marifətlənməsini qadağan eləmişdir. Çünki nəyə görə? Bu Allahın elmidir, Allahın hikmətidir. Allahın hikməti də sorulmaz. Allahın elmidir, Allahın nədir? Hikmətidir. Və bu konuda bizə düşən nədir? Bizə düşəndir bu məsələdə peyğəmbərlərin gətirmiş olduğu bir dinə tabi olduğun zamanda və sən görəcəksən ki, ən yu'ləmə ennəllaha Teala bu konuda, qədər və qəzə konusunda qullardan heç bir kimsəyə bilgi verməmişdir. İstisna olan hallar istisna ki. Bu istəyir ki, aleyhisselam, istəyən nəbiyyən mursələ göndərilmiş bir peyğəmbər olsa, və lə mələkə muqarrabən, ona yaxın olan bir mələk olsa belə, Allah qulları haqqında bilgiyi kimsəylə paylaşmamışdır. Allahın bizdən istədiyi bir şey var. Və mə xalaqtur cinnə və insə illəri ya'budun. Mən cinlər və insanları sadəcə mənə ibadət etsinlər deyə yaratmışdım. Allah səni yaratmış sadəcə ona ibadət etmək üçün. Sən ağlını başqa məsələlərlə məşğul etmə. Başqa məsələlərlə məşğul etdiyin zamanda sən nədir, qardaş? Özün də azacaqsan, ətrafında azacaq, imanın da ortadan qalxacaq və sən burada nədir? İstədiyin bir nəticəni əldə edə bilməyəcəksən. İbn Battah İbanət-i Kubrada da buna etiraz edərək, yəni bu məsələlərə girənlərə ki, qədər haqqında danışanlara ki, sənin bir dənə qədər haqqında farz olan qədər var. Nədir? Onu örgən. Nədir o qədər bilirsən mi? Allaha iman, Peyğəmbərə iman, mələklərə iman, kitablara iman, qədər və qəzərə iman, Allahın farz etdiklərinə iman, Allahın farz etdiklərini təsdiq eləmək və onlarla əməl eləmək və haramları bilmək, haramlardan uzaq durmaq və bu konuda kimsələ münazara etməmən sənin üzərinə farzdır. Qədər konusunda danışman haramdır, münazara etmən də yasaqlanmışdır. İkinci sənin özünə vacib olan bilmən, ən tə'ləmə, bilmən lazım ki, ennəl xeyrə və şərrə minəllah və ennə ta'ətə vəl ma'siyə bi qədərihi, bi qadaihi Allahın qəzasındandır və Allahın gücünü sənin həyatında yazmış olduğu qədərindəndir. Və sənin başına gələn və ennə mə asabənə bizim başımıza bir müsibət endiysə, bir müsibətlə qarşılaşdıqsa, sənin etmiş olduğun xatadan dolayı deyildir. Və yaxud da ki, bir xatanı etmişsə də o səndən uzaqlaşacaqsa deyildi. Allah subhanahu wa ta'ala bunu yazmışdır. Elhamdülillah deyə, qadarallah məşə məfəaldir. Onlar özünə dərs çıxar. Nə dərsi çıxar? Əgər xeyr əməldirsə Allah'a şükür et. Şər əməldirsə Allah'a tövbə və istiğfar elə. Və Allah'tan bağışlanma dilə. Səndən istənilən budur. Allah subhanahu ta'ala sənə bax, gör nə gözəmisidir. Deyir Allah sana bir müsibəti verib də, o müsibəti qədərində yazsa belə, işləsən belə səndən istədiyi tövbə var. Niyə tövbə eləmirsən ki? Niyə günahlara Allah'a nisbət edib və sapıqlığına davam edirsən? Allah sana bu günahı yazdı mı? Elədir. Sən tövbə elə. Tövbəni istəyir Allah subhanahu ta'ala səndən. Yaxşı, niyə tövbə eləmirsən? Doğru değil mi kardeş? Allah sen bunu yazdı. Senden bunu kaldırması için zulm etseydi Allah'ın zulmü ne zaman olar? Günah edip günahı ebediyen silmemek. Arkadaşlar, hata edip hatanın bağışlanmaması. Şirk edip ölünceye kadar şirki bağışlamaması. Allah innallaha la yaghfiru. Allah kendisine ortak koşanları bağışlamaz. Doğru mu? Ama ne zaman bağışlar? Tövbe ettiği zaman. Mesela Allah Subhanahu lanet okuyor. İnnellezine yektubuna ma enzelna minel beyinat vel huda min ba'di ma beyyennahu linnas fil kitab ulaike yel'anuhumullah ve yel'anuhumul la'inun. Allah'ın dinini, kitabını, hakkı, tevhidi, hakları gizledenlere var ya, kitapta beyan ettiği Kur'an'da Allah onlara lanet edesin. Lanet edebilenlerin laneti onların üzerine olsun diyor. Allah Subhanahu vay vay be. Hem Allah lanet edildi
hem de lanet eden bilenlerin laneti onların üzerine olsun. Ama istisna gelir. İllellezine tâbû ve eslehû ve beyyenu ve ulaike etûbe aleyhim. Ama tövbe edenlere gelince illellezine tâbû. Tövbe edenler bundan istisnadır. Ve ıslah edenler, özlerini ıslah edenler, toplumu ıslah edenler, fesat öğrettiler. Öz nefsinde törətti, öz nefsini ıslah edecek, toplumu ıslah edecek. Ve beyyeni onu açıklayacak, evde döşeğin altında yok. Beyan edecek insanları azdırdığı için, insanlara saptırdığı için, hakkı gizlediği için beyan edecek, açıklayacak. Ve ulaike etûbe aleyhim. O zaman ben bunların tövbelerini kabul ederim. Bak Allah subhanahu sana, sen kaderime yazdı, sen Allah'ın dini gizletti ve sonra sana imkan verdik, sen tövbe edeceksin. Sen tövbe çağırdın. Ya eyyühellezine amenu tûbû ilallah. Ey iman eden Allah tövbe edin. Bir de cem şeklinde tövbeyle. Yani sen günah ettinse sana tövbe etme imkanı vermiştir. Tövbe ne zamana kadardır? Güneş batıncaya kadar. Ne güneşi? Senin hayatının güneşi batıncaya kadar. Bir de kıyamet günü nedir? Kopuncaya kadar. Hayatımın güneşi batıncaya kadar istediğin günahtan istediğin kadar tövbe etme imkanı vardır. Şirk ettin, küfür ettin, bütün günahları eledin, bütün zulümleri eledin, bütün haksızlıkları eledin. Allah'ın Kur'an-ı Kerim'de bütün yasaklarını çiğnedin, bütün farzlarını terk ettin. Allah'ın sevmediği bütün emelleri eledin ama dedi ki estağfirullah ve netubu ileyk. Dedin mi sıfırlandın kardeş. Ya Allah'tan daha ne istiyorsun? Subhanallah ya. Bir tane dedi estağfirullah ve netubu ileyk. Dedin mi sıfırlanırsın. Dağlar kadar, denizlerin yığılan kumlar kadar da şirkin, küfürün, günahların olsa bir de estağfirullah ve netubu ileyk. Allahümme ente rabbi la ilahe illa ente halaktene ve ne abduke. Bu duanı dedin mi sen beni yaratmışsan, ben senin kulunam. Senden başka da Allah'ın günahları bağışlayan yoktur. Benim günahımı bağışla, bitmiştir. Subhaneke dedim, konu kapanmıştır. Bunun için elhamdülillah Allah subhanahu wa ta'ala burada bunu verdiği için burada bunu vermiştir de. Önce bir kul günahlarıyla etmiş olduğunu Allah'ın isnat edip bahane etmesi doğru değil. Allah subhanahu wa ta'ala ıslah etme imkanı verir. Ölünceye kadar ne zaman olacağını belli değil. Ve bu sebepten de teles. Burada oruç gözleme olma. Ne diyeceğim Abdullah bin Ömer değil. فَاِذَا أَسْبَحْتَ فَلَا تَنْتَزِرُ مَسَاءً. Sabah oldu mu akşam gözleme. وَاِذَا أَمْسَيْتِ فَلَا تَنْتَزِرُ صَبَحًا. Akşam oldu mu sabah gözleme. Yaxşı, mən ebi yox. Akşama tövbe edərəm. Akşama halallık istəyərəm. Akşama hakkını verərəm. Akşama Allah'a dönərəm. Yox, yox. Akşama kim bilir ki sen qalacaqsan? Ha? Kim bile sen qalabiləcəksən? Sen yolda eve dönerken neler gözlediğini hardan bilirsin ki? Ha? Hiç kimse bilmez. Az kaderden bahsediyor. Kader Allah'ın sırrıdır, hikmetidir. Mesela birisi var ki kardeş, sen sabah öleceksin. İçimizde kim normal adam olabilir? 10 gün sonra öleceğini Allah sana bilgi verse, içimizde kim normal kalır ki? 10 gün sonra ailende, uşağında böyük xəstəliklər, böyük problemlerin baş verdiğini Allah sana bilgi verse, sen geleceği bilsen, kimde kim yaşayabilir? Sen gelecekte bilsen ki ben sabah sana küfür edeyim, sen bana burada oturursan. Sen gelecekte bilsen ki sen geybi bilsen ben neler elediğimi, sen neler elediğini ben bilsem. Kardeş bizim aramızda hiçbir şey olmaz. Bizim aramızda dostluk, kardeşlik, muhabbet, sevgi, hiç ne olur. Biz normal her geybi bilmemek bizim Allah'ın bize vermiş o en büyük merhamettir, en büyük rahmettir ki biz geleceği bir saat, bir saniye sonrasını, öncesini biz bilmememiz kardeş Allah'ın bize vermiş olduğu en büyük rahmettendir. Bir bilse Allah korusun neler olur. İnsanların içinde beslenmiş olduğu kini küdreti bazen olur da insan sevmeyebilir, əsəbləşir. 5 dakika sonra içinden keçir, deyirsən, estağfurullah, tövbe, mən kardeşim hakkına gedim, Allah beni bağışlasın. Allah bütün bu bilgiyi verse, evde ailenle, ananla, atanla, kardeşinle, bacınla, qohumlarınla bu bilgiyi verse ne olur kardeş? Fitne, fesat her yeri basıp gider. Allah korusun yani. Bunun için değerli Müslümanlar, Allah'a hamdolsun ki bizler ehl-i sünnetin mezhebindeyim. İnşallah ki bunu gelen derslerde de daha şekilde öğreneceğiz. Çünkü bu mevzu biraz 2-3 derse bitecek inşallah. Allah subhanahu teala bizleri bağışlasın. Allah subhanahu teala bizleri affetsin. Hakikaten de Allah subhanahu teala bizden yani istediği kadar ki Allah subhanahu teala'dan nedir? Bizleri Rabbim sırat-ı müstakimden ayırmasın. Bu kaderiyelerden Rabbim bizleri uzak edesin. Allahümme amin. Allah subhanahu teala bizleri hakkak bilip ona tabi olanlardan, batıl bilip ondan da uzak duran kullarından etsin. Allah subhanahu teala bizim kader konusunda sırat-ı müstakimde sabit eden kullarından etsin. Allah subhanahu teala bizleri selefin menhecinden, selefin fehminden Rabbim bizleri ayırmasın. Allah subhanahu teala bizim aramızda bizden önce kötülük eden kardeşlerimize karşı veya bizden önce olup veya bizim içimizde olan salih emel sahiplerini Allah subhanahu teala
əməllərini daim etdirsin və bizim qəlbimizdə mömin qardaşlarımıza qarşı Müslüman olduqları sözü qəlblərində bizim qəlbində kin, küdürət buraxmasın. Allah Subhanahu taala onun rızası üçün dostluq edən, onun rızası üçün sevən, onun rızası üçün bir arada olan qullarından etsin. Allah Subhanahu taala bizi bir-birimizə kendi rızası üçün sevdirsin. Allah Subhanahu taala bizdən şərri, zəlaləti, xəyanəti Rabbim uzaq eləsin. Allah Subhanahu taala bizi nifaqdan və nifaq əhlindən uzaq eləsin. Allah Subhanahu taala bizim ailələrimizə şifa, evlatlarımıza iman və İslam nəsib etsin. Allah Subhanahu taala məmləkətimizə iman əhli eləsin. Allah Subhanahu taala məmləkətimizi aff edib ki, hidayəti ilə onlara iman və İslam versin. Allah Subhanahu taala məmləkətin idarə edənlərinə də İslam ilə, Quran ilə, Peyğəmbər sallallahu sünnəti ilə məmləkəti idarə eləyib Peyğəmbər əleyhissalamın əshabı kimi izzət nəsib eləsin. Allah Subhanahu taala bizləri tevhid üzərində yaşayıb və tevhid üzərində Rabbim ölməyi də nəsib etsin. Allahümme amin. Və axiru davana elhamdülillahi rabbil alamin. Esselamu aleyküm və rahmetullahi və berekatuhu.